Salam yoldaşlar. İndi dərslərə davam edirəm. Çalışacağım ki, 2 günə bu heptis videoların tam bitirim, şəbəkə keçsin. Ondan sonra da görüm DevOps videoları ilə davam edərik. Deməli, buradan biz ilk olaraq disk management üzərində konfigurasiyaların necə olunacağını göstərəcəm. Yəni ki, hələ ki biz fərqli şeylərə keçməmişəm də. Sergey Stron olsun, Hayron Studio olsun, Mentis olsun. Onları ayrı videolarda danışacağım, amma hər ki bunun üzərindən davam edək. Deməli, biz ilk olaraq sistem buradan açıldıqda Windows maşını dayandırmışam. Bunu yenidən başladım. Biraz gözləyək. Çıxardım. Bizə açılınca bir şey deyim ki, videolar qısa ola bilər, görsənə bilər. Amma biz bunu dəstək etdikdə, praktik olanda hər bir tələbə bir göstərəndə daha uzun olurlar. Yəni ki, hardware mövzuları, sadə binary mövzusunu mən burada dedim, bitdi. Hər birini orada tələbə o binary'ni hesabladıqda edəcəkdə artıq 1 saat keçir. Onu da nəzərə aldı. Yəni burada sadəcə dərsi random keçirik belə. Hər hansı bir sual da gəlmir. Yəni mən öz süjet xəttimdən davam edirəm. Bir problem yaranmır da süjet xəttində. O cəhətdə. Deməli, son dərsdə biz aktivasiya etmişdik. İndi isə biraz Windows'un öz daxili ayarından biraz dəyişiklik. İlk olaraq disk managementdən başlayayım. Deyirəm, amma biz disk management axtaraq da belə yaza bilərik. Buradan disk management yazıb buradan çıxır. Amma indi burada çıxmadı. Hem de yavaş işləyir, görürsünüz. Axtarışını çıxardıyam, orada ehtiyac yoxdur. Mən bunun üçün Windows X-a basıram yoldaşlar. Windows X, burada bütün ayarlar çıxır. Bizim işimiz nədir? Hələ ki ümumi aktiv olaraq disk managementdən gələcəm. Burada disk managementə gəlirəm. Atasam. Deməli, elə bilir ki, kompüter alıbsınız yoldaşlar. Hazır üzərində və işləmiş alıbsınız. Misal 605 son 2 GB-dır. Gəlib baxırıq, amma biz buradan görürük. Burada nədir? Azdır da, yəni File Explorer'da gəlib baxsam buradan disk managementdə və ya File disk management demirəm, gəlib File Explorer'dan buradan baxsam görürəm ki, bu yarısı yoxdur da bunun. Bu nədən ola bilər və necə düzələ bilər problemi? Gələk həmin problemi ilk olaraq yaradaq. Diskin üstünə vursam mən. Volume eləsəm. Belə bir vəziyyət yoldaşlar. Görürəm ki, buradan refresh olsam. Buradan. Refresh altında görürəm ki, məsələn 60 neçəlik 48 görsənədə, 5 son 2-dir, 256 görsənədə, 400 görsənədə. Burada problem nədir? Burada əsas sistem buradan partitionları bölüblər formatlı zamanı. Buradan sadəcə hərfləndirilməyib ki, sistem onun fayl sistem verilməyib, həm də o üzərindən görünmür orada. Onun üçün ne edirik? Gəlirik buradan. Görürük ki, burada hər bir file sistem olunmamış bir hissə var burada. Bunun üstünə gəlib
New sync volume deyirəm. Buradan next deyirəm. Daha sonra da yine next deyirəm. Ondan sonra buradan file sistemi seçip istenilen random hərf atsam file sistemi seçilir. Next məntiqi ilə də bunu edir, biraz gözləyirik. Artıq əlavə olundu. İndi refresh atacaq buradan. Artıq gördüm ki burada 14.8 GB bir diskim var. İndi sizdə gəlib ki belə bir vəziyyət var. Sizin 256'lı ya da 512'lik götürsək disk NVMe olsun, fərqi yoxdur da, SSD olsun. Bundan ibarətdir. Bunu bölə bilər 2 yerə. Siz istəyirsiniz bir şəkildə olsun. Bunun üçün gəlib buradan yazdırıq. Delete volume eləyirəm. Bu silinir buradan. Neçə datalar onu silinir. Yesdə basıram. Artıq görürəm ki burada bir disk deyilən bir şey qalmadı. Bu disk getdi. Ondan sonra gəlirəm buradan diskin üzərinə. Buradan extend volume deyirəm. Extend volume dedikdən sonra next yazıram buradan. Next finish. Gözləri biraz qoy əlavə edilsin. Gördüm ki artıq yenidən C diskinə vəziyyətinə qayıtdı. Bundan əvvəlki vəziyyətinə. Yəni bir disk üzərində bütün sahəsi təşkil olunub. Bunu deyə bilər ki, bəzən olmur bu. İndi məlumat olanlar baxa bilər. Onu biz fərqli toollarla eləyəcəyik. Sergey stres mövzusunda. Ona görə çox toxunmuram, yəni eləmirəm. Buradan yəni dedim ki bir disk şəklindədirsə, siz özünüz bölmək istəyirsinizsə, yenidən gəlirsiniz buradan. Buradan sadəcə sync volume eləyib müəyyən sayzın nə qədər lazımdır sizə, fərqli partition yaratmaq istəyirsinizsə, oradan eyni ilə biz bunu ayırırıq buradan. Mən səsi də artırıram. Keçən videoda baxdım, səs az idi özdə. Control panel. Control panel artırıram. Deməli, kontrol paneldən buradan gəlsəm ses ayarlarım. Bunlardan muhabbətini danışacağım. Hələ ki amma labelini artıram. Belə yaxşıdır. Belə yox. Bu gedər. Nəsə, davam edək. Səsim biraz normal çıxsın. Bunu bağlayayım. Kontrol paneli danışacağım. Buradan seçili biz nə qədər sayz istəyiriksə onu eləyirik. Amma partition məntiqi ilə onu 2 dənə disk olanda edirik ki, bu fayl zədələnsə digərlərinə qalsın. Amma sizin disk zədələnsə 2 partition ikisi də zədələnəcək. Yəni bütün məlumatlar itəcək. Orası pisdir yəni. Partition zədələndə yenə qeyd dotasında məlumatlar qalır. Ondan işim yox. Amma partitionlara çox bölmək o qədər yaxşı bir şey deyil də, belə dəyməz. Buradan da istənilən sayzlar ölçü götürürük, sync eləyirik, artıq ayrılır buradan. Eyni ilə bundan əvvəl göstərdiyim kimi buradan yəni ayrılsın gözləyək. Full ekran ilə daha böyüksən sən. Gəlsən buradan new sync volume eləsən. Diski yaratmaq üçün də sizdə bir disk varsa 2 disk yaratmaq üçün next eləyirəm, bitir. Buradan da artıq girdikdə görürəm ki, mənim buradan seçili diskim var. Okay, F diski görsən də buradan. Bu diski yaratmağı, partition silməyi də göstərdim. Bunu da partitionu silək istəyirsiniz. Partitionu da silmək üçün yenə təzədən göstəreyim. Delete volume deyirik. Yes, bunu sildik. Ondan sonra hansı diskə əlavə eləməsi? Hansı diskə əlavə eləməsi? Extend volume yazıram buradan. Next, finish. Bu artıq əlavə olundu. Gəlib də buradan yenidən baxsam, görəcəm ki, buradan 63 GB burada görsənir. Refresh desəm də belə görsənir. Okay. Bu disk management mövzusuydu. İndi davam edək. Windows X-ə basaq buradan. Options features'a gəlsəm buradan App Store'da silinməsi, əsər konfigurasiyası bunun üzərində edirik biz. Gəlsəm buradan ondan sonra hər hansı bir proqramı silmək istəyiriksə, gəlib buradan yüklədiyimiz proqramı bir silə bilərik. Misal biz Office yükləmişdik, bunu silmək üçün üstünə gəlsəm buradan uninstall yazsam.
Misal deyirik. Biraz əmr var ki, sırada gözləyirik buradan. İstəyirik. Bunu buradan silmək üçün deməli. Deməli davam edin yoldaşlar. Buradan silmək üçün hansı silah vursam mən burada sileyim. İndi silmirəm ofisi. Silmək üçün belə edə biləriz. Hani istənilən buradan proqramı buradan silə bilərsiniz. Belə. Ondan sonra yenidən Windows X-ə bassam. Buradan Power Options ayarlarına gəlsəm. Power Options'dan bunların hamısı kontrol panel pəncərəsində də. Sadəcə qısa yol kimi Windows X-dən mən çox istifadə edirəm. Həm də bu daha rahatdır da deyirəm. Deməli buradan Power Windows Extension belə də yoldaşlarımda. Buradan göstərməyə kontrol paneli ümumi izah edeyim. Oradan davam edeyim. Ben buradan axtarış yerinə kontrol panel yazsam. Elə Windows X-də də burada kontrol panel olmalıdır, səhv eləmirəmsə. Yox. Yoxdur deyəcəm, yoxdur. Davam edək buradan kontrol panelə gələk buradan. Buradan sizdə açılanda heç bir dəyişiklik mövzusə kateqoriya hissəsini belə göstərəcək, amma bunu mən small ikona çevirə bilərsəm daha yaxşıdır. Buradan əsas olan serdən danışsaq, var. Power Options'dan davam edək buradan. Power Options'a gəlirəm. Buradan nə konfigurasiyalar yaxşıdır? Məsələn, buradan gəlirəm Power butona. Buradan normalda sizdə default da gələndə bunlar select modunda olur. Bunları atlamaq select moduna. Deyə bilərsiniz bunlar nədir? Kompüterin power off düyməsi bir batarya modunda olanda, bir də şarj modunda olanda bu düymənin hansı funksiya təyin etdiyini göstərir. Burada deyirəm ki, normalda siz power düyməsinə basanda gözləmə ekran sönür və gözləmə moduna keçir, düzdür. Bundan gəlsək buradan biz shutdown eləsəm buradan artıq o düyməni biz bataryada, yəni şarj olmadıqda taxta kompüter sönəcək. Eyni ilə buradan şarj vəziyyətində gəlsəm shutdown-a basam, hər iki vəziyyətdə power düyməsini basdıqda sönəcək. Yəni hər dəfə siz buradan gəlib buradan shutdown və restart shutdown eləməyə ehtiyac olmayacaq. O düyməni basan kimi dərhal sönəcək. Ondan sonra davam edək buradan. Buradan vəkli ayarlardan sistemin rejimini də seçə bilərik. Create power planı seçə bilərik. Hansı modda olsun? Balanslı modda da hal-hazırda. PowerShell daha çox sərhəddə saxlayan modda ola bilər. High performance modunda da ata bilərsiniz. Daha çox performans olsun. Hemen performans moduna atsam. Mesela performans moduna atım. Tamam diyorsan performans modlarında səsə daha çox olur. Turbo modda keçir də. Bu o qədər istifadə edemiyorum. Onun üçün bunu fanları çox qədər işlədir. Bunu modu sağlayalım aşağı. Bunu balans moddan yeniden qaytarsam. İndi artıq. İndi bu plana qayıtdım. Fanların da sürəti azaldı. Başqa buradan kontrol panelin ayarlarından danışsaq yoldaşlar deməli. Geri çıxsam buradan kontrol panelə gəlsəm. Bağlayıb tezdən kontrol panelə girmək bundan daha olur. Amma elə bunun üzərinə girək ki, elə buradan daha rahat olsun. Buradan kontrol panel yazsam. Sizdə necədir? İlk sıfırdan belə açılacaq. Buradan mən gəlib small icon deyirəm. Dedim ki, buradan Power Options ayarlarına göstərdim. Remote Desktop Connection yad bunlardan çox danışmayacağım. Ona hələ ehtiyac yoxdur. Buradan əsas danışacağımız misal mouse'dan göstərə bilərəm. Backup restore da var. Amma bunlar biraz şeyin gücündə proqramın yüklənməsi backupda həyatda göstərilir. Amma buradan gəlsəm mouse'a bassam mən. Buradan mouse'un göz səviyyəsi nə qədər artırılacaq. Məsələn bunu artıra bilərəm. Daha sürətli olsun. Ondan sonra gedib gəlir. Daha uzun məsafələr işləyə bilər. Burada pointerin ayarlarından, ikonların dəyişilməsindən, axılmasından belə tutmuş funksiyalar göstərmək olar. Hardware-dən belə. Ondan sonra mən bunu da bağlasam, yenidən kontrol panelə gəlsəm, buradan görün bizə fərqli nə göstərə bilərəm.
Color management, sanatdan səsdən bunları göstərdim. Buradan recording seçirik. Əgər mikrofon və səsin artırılmasını istəyirsə, bura seçirik. Buradan level gəlirəm. Mikrofonun artırılmasını istəyirsə, bunun üzərindən seçib artıra bilirik. Yəni belə. Bunu saxlayaq indi. Bu da belə getdi. BitLocker'ın aktivləşdirməsi və söndürülməsi. BitLocker nədir yoldaşlar? Belə deyək, diskə buradan BitLocker'ı aktivləşdirsəm mən artıq bu şifrə qoymamışam da. Media restart content before BitLocker. Hadi restart ondan sonra yenidən BitLocker etmədi. Belə BitLocker işi nədir? Siz BitLocker aktivləşdirdikdən sonra artıq bütün fayllarınız kriptografiya formasını alacaq. Sistem açılmadan o məlumatların heç birisi oxuna bilməyəcək. Bu necə yaxşıdır ki, kimsə sizin kompüterin şifrəsini sıfırladıqda artıq məlumatları BitLocker'dan oxuya bilməyəcək. İndi BitLocker'ın da bypass'ı var ha, onu deyə bilim ki, BitLocker'ı da bypass eləmək olur, keçmək olur yəni. Amma müvəqqəti müəyyən səviyyədə bir təhlükəsizliyi artırmağa yarayır da. Başqa buradan kontrol paneldən davam etsək. Ondan sonra görürsən burada region vaxt və tarixin nizamlamasından buradan danışsam, gəlib buradan format, İngiliz, standard, settings, buradan səhv eləmirəmsə avtomatik vaxtı düzdür, Windows'da özü yeni tip server var, onun üzərində kompres edir. Amma buradan region üzərindən yox, onda time yad olmalı burada. Deməli time. File history, distro management, region specify, recovery system, synchronous center, index options, troubleshooting, user account. User account'tan danışsam mən buradan userların yaradılması və silinməsini edir. Amma bunu mən CMD pəncərəsini edilməmiz daha yaxşıdır. Bu daha rahat olur. Yəni CMD ilə açılıb yəni əlavə olunmasa. Nəinki belə baxanda bu GUI ilə. Mənə CMD rahatdır. Ona görə çox şey eləmirəm. Necə credential'lar gəlsəm mən buradan. Heç buna da yox. Bir dənə geri versəm mən. Buradan create password reset. Flash drive. Niye? Neyse buradan çok gitmeyeyim. Bunlar da çok ehtiyac da yoktu yani. Başka görüm size ne göstereyim buradan. Windows X'e bassam buradan. Event View'dan biraz danışaq. Event View nədir yoldaşlar? Sistemdə olan logların hamısına baxmasıdır. Deyə bilərsiniz bu log nədir? Log baş verən hadisələri, tarix və nəticələri səviyyələrinə görə qeyd edir. Yəni bu problem bu vaxt baş verdi, bu səbəbdən baş verdi. Gəlib event view-nu açsam mən buradan. Buradan Steam açılsın, bu biraz vaxt çəkəcək. Buradan elə ən qısa Windows loglara gəlsəm mən buradan. Biraz düzəlsəm. Buradan sistem logları var. Buradan application logları, proqramlarda başlayan loglara baxa bilərsiniz. Security, təhlükəsizlik baxımından loglara baxa bilərsiniz. Setup, yükləmə zamanı nələr baş verib, bunların loglara baxa bilərsiniz. Sistemə baxa bilərsiniz. Eventlərə baxa bilərsiniz. İndi burada sistem üzərinə gəlsəm, burada sistem üzərindən hansı loglar baş verib, yüklənəndə, gedən sonra hamısı bunun üzərindədir. Yəni hər hansı bir problem yaranırsa kompüterinizdə gəlib o problemin hansı vaxtdan olduğunu tapa bilərsiniz. Həmin vaxtı tapsız, o problemin nə üçün olduğunu buradan tapa bilərsiniz. Buradan ümumi warning yolları, information yolları göstərir. Bu warning ümumi xəbərdarlıq yollarıdır. Information hər hansı bir hadisə baş verir, onu göstərir. Yəni bura girdim, bura çıxdı və s. Bunları filtr eləmək üçün də buradan filtr connector'a gəlsəm, buradan vaxt üzərindən logları seçə bilərəm. Son 24 saat və seçili vaxtı seçə bilərik custom range-dən. İndi bütün time seçsəm, bu logların səviyyəsinə görə critical errorlar var, warninglər var, verbaslar var, məlumat verir, informationlar var, yeni errorlar var. Yəni critical seçsəm mən buradan, bassam, ümumi critical loglara baxmaq istəyirəm. Görüm critical log var mı? Critical log yoxdur hələ ki sistem üzündə.
Həm ola bilər ki, sistem dərhal söndü, nəsə bir problem baş verdi. Gəlib eventin üzərindən bütün loqlara baxa bilirik. Sizdə nə security problemi baş verib, gəlib security loqlarına buradan baxa bilirik. Və ya buradan seçib buradan filter current log seçib buradan elə altan seçsəm buradan critical yox. Məsələn error tipli şey buradan başqa elə belə seçsəm buradan hər hansı bir loqon və keçinliyə bunlar. Çünki hal-hazırda sistem yeni yüklənib, bir loqda yoxdur o cəhətdən. Ona görə bir şey yoxdur. Sistem loqlara gəlsəm, hər bir loqon məlumat tapdım o loqu. Top haqqında, loq haqqında məlumat üçün application loqlara baxsam elə. Sən bu loq nə baş verib? Bunun üstünə vursam 2 dəfə. Elə buradan vuranda altda detal çıxar burada. Generalda baxsam buradan elə bu loq haqqında bir şey yazıb bu. Buradan. Hər bu loqon nə baş verir burada? Hamısı altda qeyd olunur. Gəlib bunu da ChatGPT Gemini açıb həmin loqların nə baş verdiyini bir tapıb oradan baxa bilərik. Bu da nəyə görə baş verib problem. Bunu belə. Bu event view'dir. Gözlə görün. Buradan görüm başqa nə qaldı. Məndə indi baxsam, mən öz loqlarımdan. Bax buradan Windows yazsam, özüdə buradan deməli event view'a gəlsəm, amma bu ikinci VM kimi qaldıranda həddindən artıq çox RAM yeri. Ona görə Windows zəhləmi düşürəm. Buradan Windows'la da qayıtsam, gəlsəm buradan sistem logları, buradan göstər desəm, show deluxe log. Burası deyə bilərəm əslində. Bu niyə belə donur? Belə heç vaxt donmur deyə mən unutdum. Bunun loqları toplayayım. Konsollar. Buna ehtiyac yoxsa çıxartmağı yadlayıb buradan. Sistem loqlarını buradan açsam. Gəlsəm buradan filter. Buradan gəlsəm critical seçsəm. Və bassam. Görün məndə sistemdə critical nə hansı bunlar nələr baş verir. Məsələn gəlib baxıram burada user mode. Buradan loqlara baxıram nə deyim. User devices. Loss sharing times. Dərhal çıxarıldı. USB critical başqa görə nələr var burada. Kernel power'ında problem deyil. Burada dərhal elə bir ki sürətli şəkildə söndürmüşəm power düyməsini, cərəyandan tok ayırıb da power düyməsini 10 saniyə basanda istənilən olduqda cərəyanlara verir və kompüter dərhal sönür. Bunların niyə critical error deyir, power'da problem olur, dərhal sönür kompüter. Bütün errorlara loglar gəlib buradan baxa bilər eventdə. Ondan sonra gəlsək buradan görüm sizə fərqini göstərə bilərəm. Windows Terminal Network Connection Disk Management bunlardan danışdıq mı? Bunlardan danışdıq. İndi neydi yoldaşlar? Gələk biz slide üzərindən davam edək. Slide üzərindən davam etsək buradan Device Management mövzusunu indi saxlamışdım ki sayda Device Management davam edək. Gəlsəm buradan elə eyni ilə VM'in daxilinə buradan Windows qısa bassam. Buradan device management, ümumi buradan counter managementdən buradan bu pəncərələr asılı əslində. Amma buradan girmək desə tək-tək girmək daha yaxşıdır ki, nəinki biz yolumuzu uzadaq. O daha qısa yoldur da, belə deyim. Gəlib buradan performansda bunlarla çox işim yox, share, qovluqyat paylaşma. Bunları danışaram. Amma buradan task schedule'lər var. Məsələn, bunlardan danışaq qısa. Task schedule'lər nə üçündür? Müəyyən vaxtda siz sistemdə bir task qoymaq istəyirsinizsə, gəlib buradan həmin task qoya bilərsiniz. Buradan create task eləsəm. Bunlarla çox belə girmək istəmirəm. Niyə görə? Çünki çox da özüm istifadə eləmirəm. Ona görə. Yəni trigger general deyirsiniz, bu name təyin edirsiniz, nə baş verəcək? Trigger deyirsiniz ki, triggerla nə zamanı bu proses başlansın? Deyə bilərsiniz rebootdan sonra, deyə bilərsiniz bu proqramdan sonra, deyə bilərsiniz sistem yeni açıldıqdan sonra. Actions hansı fəaliyyət başlayacaq istəyirsiniz və onu buradan seçdikdən nizamlayırsınız və axırda da o kabası bitirirsiniz və yaranır. Amma indi bizim əsas mövzu device managerdir. Device manager nədir yoldaşlar? Biz dedik ki, kernel hardware və software üzərində əlaqə vuran bir növbədir, düzdür?
bu nüvənin də qurğuların tanınması driver nəticəsində olur. Həmin driverları biz buradan tapırıq. Ola bilsin ki, hər hansı bir driverda bir fix və yüklənə bilmədikdə, oturmadıqda gəlib bu driverların biz burada bərpa prosesini əmələ keçiririk. Gəlsəm indi baxsam, misal hansısa driver oturub oturmayıb. Hansı driver oturmayıbsa buradan nida aşarışını görsənəcək buradan. Yəni ki, bu driver oturmayıb, onu bilirəm. Gəlib titri driverın oturmayıbsa, bunu belə bir şey çıxıbsa, məsələn, indi belə çıxmır, error çıxmır. Burada error çıxır. Bunun üstünə vururuq. 2 dəfə üstünə vurduqdan sonra belə bir pəncərə açılır. Gəlib buradan detailsa gəlsəm, buradan device description'dan buradan hardware IDs götürsəm, gəlib bunu copying eləsəm, eyni ilə bunu gəlsəm mən Chrome-da yapışdırsam, bu konkret driver'ın kodu gəlib deyir ki, VMware'in öz driverıdır. Görürsən, buradan da girib fərqi yoxdur. Hər bir driver belə tapıb bir-bir yükləyə bilərik. Bu sıfırdan heç bir driver oturmadı. Başqa da necə edə bilərik? Biz Windows Update nəticəsində driverları oradan tapıb yüklətdirə bilərik. Necə? Gəlsəm mən buradan Windows Update yazsam və Windows ya bassam buradan ümumi ayar menüsü açsa, görək. Windows ya basaq, ayar menüsü açıldı. Mən buradan gəlsəm deməli buradan update-ə gəlsəm, Windows Update. Windows Update-ə buradan gəldikdə, buradan ümumi update verib driverları oturda bilərəm. Windows özü tapıb driverı oturdacaq. Görürsən, burada o qədər yükləmə durur hazırda update. Bunlara ehtiyac yoxdur. İndi ümumi siz güncəlləmə istəyirsinizsə, buradan update verib deyə bilərsiniz. Amma mən bunlarla işim olmayacaq. Bu update idi. Dil ayarlarının yadlarını danışacağım. Sadəcə o hissələri qutaraq davam edərik. Deməli gəlirik buradan device managerdə qalmışıq. Bu driverı əlinə otuzdurmaydı da, yəni bir-bir. Biz hər driverın ID-sini copying edirik. Gəlib onu internetdən tapıb yükləyirik. Amma belə bir halda var. Siz kompüteriniz Windows 10-dur, Windows 11-ə keçirmək istəyirsiniz, amma başqa modify olunmuş Windows. Sistem zədələnsə bunun driver'a bir tapıb otuzdurmayı deyirsiniz ki, Windows update-dən mən driver otuzdurmayım. Onda necə edirsiniz? Veya kimsə sizə kompüter verib ki, deyir ki, Windows 7-dir, Windows 10-a keçirmək istəyirəm, 10-da 11-ə keçirmək istəyirəm, 11-də 10-a düşürmək istəyirəm. İstəyənlər ola bilər. Siz format edib, sonra update edib, Wi-Fi sürəti zəifliyib, driverların bir-bir oturmağı, oldu ki, driverların otura bilmədiyi, misal NIC driver oturmadı, sizin əlinizdə Ethernet kabeli olmadı, driver oturdura bilməsəniz, bunun problemi qarşısını almaq üçün nə edirik biz? Driverların backup'ını alırıq. Bəli, driverların backup'ı necə alırıq? Driverların backup'ını almaq üçün eyni ilə buradan slaytda da mən bunu bağlayayım mən. Deməli bunu bağlasaq, gəlsəm buradan deməli device managerdən bunları göstərdim, eventini göstərmişəm, task managerləri keçən dərs göstərmişdim. Driverların backup'ını almaq, gözəl. Deməli buradan driverların backup'ını almaq üçün buradan gəlirəm. Bu nə edir bu komanda yoldaşlar? PowerShell administrator kimi başladırıq eyni ilə. Sadəcə deyirəm ki, öz kompüterimdə backup alacağım göstərmək üçün. Sadəcə qısa alacağım, sonra otuzdurmağında onu göstərirəm. Buradan deyirəm ki, this only ilə istifadə et ki, driverların eksportunu al, çıxdığını al, hara at, senin altında driver backup var. Gəlsəm mən buradan PowerShell-i açsam, administrator kimi açıldı PowerShell. Ondan sonra mən gəlsəm komandanı yapışdırsam bura. Artıq gözləyəcəm ki, driverların backup'ını almağa başlayacaq. Biraz üstü hamısı almayacağım, bir hissəsinin backup'ını alacağım. Çünki çoxlu driver olanda bir 5 GB yad olur. Yəni ki, bunun orası yaxşıdır. Oldu ki, köhnə kompüterdir, driverların format istəyir sizdən. Bir ki, format elə. Bunun driverlarını sonra tapa bilməməz ehtimalı da olur. Və ya Windows Update driverın yükləndikdə problemi çıxartma ehtimalı var. Onun üçün ən gözəl driverın backup'ını almalıdır. İndi bu komandanı icra edirik. Biz driverların backup'ını alırıq. Biraz gözəl. Bir hissəsini alacağım, hamısını almayacağım. Bu başlansın backup. Mən də görüm M2-ni taxım bura. Sən işi tez yoxdaşdan qalsın bu. Biraz başlansın. Tapır bütün driverları, ondan sonra export eləməyə başlayacaq. Gözləyə biraz. Çünki video çox uzanmadı. 29 dəqiqə videoda artıq.
Biraz gözləyə. Başlayacaq. Biraz geçsək eksport. Çünki məndə driver çoxdur. Orada üzərinə eləsəydim daha qısa olacaqdı. Driver backup. Da indi başlatmışıq da gözləyək buradan. Aslında bu qədər gözləməli değildi. Sistem ise yüklənmə var. Sistem çox yavaş işləyir nədənsə. Başladı driver'ın backup'ını almağa. Bunu mən saxlayacağım, ehtiyac yoxdur. Bu qədər driver backup'ını alıb bəs. Gəlsəm mən bu driver'ları hara almışdım backup'ı? C diskinin altında driver backup qovluğu düzdür. Gəlirəm C diskinin altına. Burada nə var? Görək buradan driver backup qovluğu var. Gəlsəm içinə. Buradan bütün driver'lar buradadır. Okay. İndi bütün driver'ın bir qismi buradadır da. Bunu desək ki, necə oturdura bilərik backup'ını? Bu üsuldan oturdurmaq üçün gəlsəm Windows X bassam buradan Devices Manager'i açsam pəncərəsini. Device Manager pəncərəsindən buradan desktop'ı seçsəm, Actions seçirəm, Add Driver. Həmin qovluqdakıların altlarını full seçib belə seçə bilərəm. Yəni browse eləsəm, gəlsəm deyim ki, C diskinin altında driver backup qovluğu. Okay. Baka bassam indi başlayacaq CLM suzdurma driver'ı var. Next desəm başlayacaq. Amma bu GUI üsulundandır. Biz command line ilə eləmək daha yaxşıdır. Command line ilə eləmək üçün eynilə biz buradan aldığımız backup'ı suzdurmaq üçün buradan bu komandası copy edirəm, kopyaladım. Gəlib PowerShell'ə buradan Windows yəni copy getmədi. Windows V-yə basım görüm. Başlayır bu driver'a 1.30 görürsünüz. Bitir ondan sonra da artıq driver işimiz də rahatlandı. Oldu ki gedib driver'ı axtarmaq, tapmaq, ondan sonra 1.30 zülmdür də. Ondan sonra driver'ın backup'ını almaq qat-qat yaxşıdır. Bir də Gospectra istiyorsan verəcəm sizə. Bundan sonraki videoda onu da işləməsini göstərirəm. Orada biz fərqli, daha az RAM yeyən Windows 11 Edition da göstərərəm. Onda bu şey lazımdır. Çünki oradan update bağlı olur. Bir əlimizlə oturtmağa əvəzinə bu driver'ın backup'ını almaq daha yaxşıdır. Bu driver'ın backup'ını almağı və oturdurması idi. Bu yol həqiqətən çox məsləhətli yoldur. Format da bizim işimizə əsas olan ya bu driver'ların oturdurmasıdır. Bir xeyli vaxt çəkir. Ondan sonra gərək remote desktop'a. Remote desktop'da bizim əsas istifadə etdiyimiz proqramlardan biri NDS-dir. NDS uzaqdan qoşulub idarə etmək üçün çox yaxşıdır. Gəlsəm mən buradan deməli Neden M2'ni taksam buna? Deməli M2'dən mən buradan nidaya çıxartmam ama o. İşte yad gəlir. Harada qaldı o istəyə bilmədim ama. Buradan pəncərə bağlayayım. Buradan cancel vursam, gəlsəm buradan görsənsə. File Explorer açın buradan. Niye görsəm? İçi buradan. Buradan gəlsəm mən öz M2 üzərinə buradan D diskinin içindən proqramlara gəlsəm, buradan indisk məndə hazır var. Atım buradan bunlara kopya eləsəm, buradan desktop'a atsam, desktop'dan birbaşa virtual maşına atalım. Buradan bunu copying eləyək buradan biz. Bunu hara ataq, virtual maşına gəlsəm, buradan yapışdırsam bunu. Attım. Gəlib indi indiski buradan işləyir. İndisk onun üçündür ki, uzaqdan bir counterlərdə troubleshooting eləmək üçün, nəsə düzəltmək üçün. Yəni başqa bir uzaq bir yerdədirsə, software üzərindədirsə, artıq biz bunu əynimizdən gedib orada birbaşa kompüter
Kurtarmaya ehtiyac yoxdur. Uzaqdan indisk üzərindən full access verib konfigurasiya edə bilərik. İndi biz indiski açaq buradan. Demək, indiski açdıq biz buradan. Bizə buradan qoşulmaq üçün adres deyir. Təbii ki, install eləmək yaxşıdır. İndi install eləmirəm, birbaşa belə göstərirəm. 1582 652 743. Buradan mən özümdən indisk açıram. Indisk açdım buradan. Indisk buradan açıldı. Gəlirəm buradan enter remote access-ə buradan 1 şifrə yadımdan çıxdı. Bir sayın buradan 1582 582 1 582 gəlirəm buradan 652 743 652 743 1 582 İstək atıram buradan. Gəlib bu istək buradan gəlişəcək buradan. Gəlirəm buradan görürəm istək gəlib buradan access full verirəm. Buradan indi istifadəçi görə dəyişə bilər. Səsi bağlıyız ki, siz görüntülü danışıb yad edirsinizsə, buradan səs əks-səda verəcək. Bunu dayandırırız. Ya da middən yaddan qoşulubsa. Buradan aksesləri verirsiniz. Klaviatura icazə vesaire. Mən buradan full access desəm. Full access hamısına verdim. Bir dənə səsə bağlayacağım buradan. Access versəm artıq bu VM-in ekranında. Gəlsəm buradan. Yəni access deyir. Bunu verdim indiski. Gəlib buradan üst kompüterin indiskidir bu. İndi bunun üzərindən həmin notebook virtual maşını biz konfigurasiya edib dəyişə biləcəyik. Görürəm ki, artıq bu virtual maşının uzaqdan qoşulmuşam. Buradan gelib buradan hər bir şeyi artıq özüm edə bilərəm. Bu indexdir. Bu event view'da da var. Ən çox mən index işləmişəm. Sənə yalan deyim. Bunun üçün elə index göstərdim. Pəncərəni bağlayaq. Index də belə. Görün bundan sonra nə göstərəcəm sizə. Indisk. Buradan remote desktop connection var. Bu lokalda olanda çox yaxşıdır. Yəni heç bir limiti yoxdur. Lokalda Windows'dan Windows'a qoşulub idarə etmə iş müddətlərində bu daha rahatdır. Nəinki indexdə. Bu daha rahatdır. Gəlsəm buradan RDP yazsam. RDP. Remote connection. Buradan İndi hal-hazırda domain mute olduqda bu daha yaxşıdır. Show options'dan gəlsən buradan. Deməli, buradan username yazsam, orada çıxacaq, amma indi buradan IP'sini yazsam seçəcək bir maşının IP'si. Onun üzərinə qoşula bilərəm RDP üzərinə. Niyə alınmır? Lokalda məndə başqa maşın yoxdur. Bu CVM-də NATO üzərindəndir. NATO üzərindən də qoşula bilməyəcəm ona görə. RDP-ni ki göstərmədim. Amma bu da çox sadədir. Ondan sonra gəldik nəyə biz? Buradan Crystal Disk Management gəlirik. Bu ümumi disk haqqında məlumat almaq üçün bizə lazımdır. Bunu necə edirik? Gəlsəm buradan D diskinə gəlsəm buradan deməli bunu silim elə. Deməli gəlsəm buradan proqramlar buradan Crystal Disk Mask. Bunları yükləmək üçün heç nə internetdən birbaşa Crystal Mask yazın. Disk Crystal Disk Smart yazıb Crystal download buradan yükləyə bilərsiniz. Buradan yox, bunun rəsmi saytdan ama. Crystal Disk yoxsa hard disk Sentinel üzr sayısı. Hard disk Sentinel gəlsəm yazsam buradan deyim. O testing üçündür. Hard disk Sentinel download. Buradan yazsam buradan çox rahat yükləmə yəni. Gəlib buradan yükləyə bilərsiniz. Windows üçün bu translate məni də bezdirdi. Buradan gəlib Windows üçün lazım onu yükləyirik. Artıq yükləndikdən sonra bu hazırdır. Girib açmaq üçün də biz məndə hazır var. Bunu atın desktopa. Bu desktopdan da
Bunu atsam VM'e. Buradan atsam. Gəlib bunu qoşuruq. Diskin ümumi vəziyyətinə baxırıq. Basıram. Biraz vaxt çəkəcək buradan. İstanı gözləyək. Şimdi finishə bassam yüklənib açılacaq. Hard disk central. Məndə hal-hazırda şey kimidir? Görüm orada necə göstərəcək. Benim üzərindən hard disk central heç baxmamışam bilirsən səhvlərimsə. Mənə də maraqlıdır. İndi özümdə yükləyib burada göstərirəm. Bir dənə sadəcə buradan görüm mən necə göstərəcəm. Hal-hazır açılır. Biraz yavaş açılır, ona görə belə gözləyirik. NVMe diski olduğunu göstərir. 100-ün 150. Bu bir üst niyə belə göstərir? Bu mən şey üzərinə vermişəm bax. Ona görə göstər. Amma gəlsəm mən realda öz kompüterimdə baxsam, bu VM üzərindədir də, virtual maşın üzərindədir. Bunun virtual maşın dərsinə keçəcəyəm, amma hələ tezdir. Bunun 1-2 dərs sonra virtual maşın ya da 1 dərs sonra elə virtual maşın dərsidir. Ona görə hələ keçmirəm. Gəlsəm buradan görüm məndə hard disk central var burada olsa. Bunu özüm buradan işləsəm görək. Özüm də işləyim buradan. Next deyirəm. Birimdə daha sürətli açar. Şey installəyək. Şimdi çok uzanmadı. 2 dəqiqə vardı. Yine burada gözlüğe açsam. Artist Central. Açıldı oradan. Close edeyim. Bende 2 tane disk var burada. 73% değil, Micron əsas M2 kompüterə taxılı olan 73% və performansı 100'dür. Buradan Samsung'un M2'si var. 95%'dir. Burada performansı da 100'dür. Hani buradan vaxtına da baxa bilərsiniz. Nə qədər istifadə olunub. Məndə 153 gün 20 saat. Bu demək deyil, 153 gün mən bu kompüteri istifadə etmişəm. Bu nə qədər istifadə olunub? Yəni dayanmadan açıq qaldığı vaxtda. Bu gün 8 saat istifadə edirsiniz. O bir gün deyil, 8 saat hesablanır burada. 3 saat istifadə edirsiniz, 3 saat. Elə buradan gəlir hesablanır. Burada 800 ümumi nə qədər fayl transfer olunub burada göstərir. 53.072 TB buradan fayl istifadə olunub. Ümumi vaxtı nə qədərdir? 890 gün edə bilər. Buna baxsam 66 gün 11 saat istifadə olunub. 1000 gün limiti var. Bunu 1000 gün istifadə edə bilərsən. Bax, sonra da burada yazılmasa da 10 TB yazılıb. Buna baxsam mənim əsas 53 TB yazılıb. 890 gün limiti var. 153 gün artıq istifadə olunub. Yəni bir xeyli vaxt var, amma yenə çox da baxmayın. Buradan ümumi danışa bilərik buradan. Belə indi bundan sonra nə göstərim sizə? Başqa buradan slaytdan davam edirəm. Bu harddisk settinq. Bu sadəcə kompüter halında baxırsınız sizin SSD-niz vəziyyəti nədir, performansı nədir, sağlamlığı nədir. Buradan baxıb diaqnostik edirsiniz. Performans əsaslı, sağlıq da əsaslı. Yəni ikisi də bunların əsaslı. Sənin aşağı oldu problemdir. Disk oxuması 1.0-a seçilməyəcək. Performansı da oxumaq sürətinə çox təsir edəcək. Davam edək slaytdan görək. Bundan sonra nə qalır? WinRAR-dır. Arxivdən çıxartmaq üçün istifadə edirik. Bu da sadədir. Yəni hər hansı bir arxivim varsa, onu mən çıxartmaq istəyirəmsə və ya arxiv almaq istəyirəmsə,
Download yazsam mən buradan. Buradan bunu RAR'dan çıxartmaq üçün məndə yüklüdür. İnternetdən elə WinRAR yazıb Nix.exe-yə yükləyə bilirik. Çox rahatdır. Buradan dosyalar ekle desəm buradan bunu bura çıxardır. Çox rahat çıxartdı buradan. Nəysə təzədən WinRAR eləmək istəyirsə buradan biz Ventoy misal buradan WinRAR eləmək istəyirəm. Bu bitsin o. Biraz gözləyək. Və bitdi. İndi mən buradan refresh edəcəm. Buradan playbook seçirəm ya da Ventoy ilə seçirəm. Bu niyə belə oldu ki? Download atsam. İndi buradan da sıxışdırmaq üçün də eyni ilə buradan Ventoy seçsəm. Aslında sağ düyməsini bassam buradan. Gəlsəm WinRAR-a. Buradan arşiv ekləsəm. Sıxışdır eposu göndəriləsəm mən normal şəkildə sıxışdır verəcək. Sıxışdıram buradan. Buradan oka basıram. Başlayır buradan sıxışdırmağa. Buradan deyir ki email göndərəmədim. Oka basıram və bitir. 97%. Kapat. Artıq bitdi. Yükləndi çıxartdı bura. İndi sizin 20 GB faylınız varsa misal deyirəm ki bunu internetdə drive-a qoymaq istəyirsiniz. Google Drive-in limitinə qədər 15 GB. 20 GB atmaq üçün sizin ödəniş artırmalısınız da onun üzrə. Bunu necə eləyirsiniz? 2-yə bölərsiniz bir faylı. Bunu necə bölürsünüz? Onun fərqli maillər atarsınız, oradan şey deyirsiniz. Bunu necə eləyə bilərsiniz? Mən gəlsəm buradan videosu gəlsəm buradan mən deyirəm WinRAR üzərindən nə var? Sıxışdır. Arşiv eklə. Arşiv eklə gəlirəm. Buradan cildlərə görə bölü var. Bunu mən gigabayt eləsəm 10 yazsam artıq 10 GB bizlip edəcək. 10 GB-dan sonrakini biri onlar. Əgər 40 GB-sə sizin 4 dənə zip faylı olacaq. Bunların birləşdirmək üçün də 4-ünü də zipin bir yerə gətirsiniz. Onları buradan seçirsiniz bir-bir, yəni belə. Belə seçirsiniz, üstünə vurursunuz. Zipdən çıxartdırsınız buradan WinRAR-la. İndi arşivdə şey kim deyil də buradan. Arşivdən çıxartırsınız oradan. Bax gəlsən WinRAR. Buradan gəlsiniz ikisini üçün seçirsiniz buradan. WinRAR gəlsəm. Cluster ayaqlar üçün də seçirsiniz. Orada birbaşa çıxaracaq. Parsiyeli olanlar da təbii ki. Bu WinRAR idi yoldaşlar. Görün davam edək. Bundan sonra nədir? Buradan Ditro var. Ditro nə üçündür? Biz Windows Win-in kopyaladıqlarımız burada hamısı qalır deyə düzdür. Amma daha yaxşısı bu Ditro. Ditro nə üçündür? Bu rebootdan sonra bunlar silinir. Amma Ditro da rebootdan da sonra bütün kopyaladıqlarımız qalır. Gəlsəm buradan Ditro gəlsəm mən buradan. Görürəm ki bütün kopyaladıqlarım hamısı buradadır. Görürsünüz. Bunda təbii ki limiti var. Bunun artırma olur. Mənə bu qədər çox bəs edirdi. Yəni nə zaman bəs edir? Oldu ki komputer reboot getdi. Bundan əvvəl nəsə copying eləmişəm. Yadıma salmaq istəyirəm. Bunlar hamısı buradadır. Bir xeyli copying elədiklərim burada qalıb. Onu sizə deyim. Arası bir ay qədər dəstələyir elə premium olmayanda. Bunu lisenziyasını da alsınız daha yaxşı olar. Aktivasiya olmağında bir üzrə nə demək istəyirəm. Bu da Detroit yoldaşlar. Ayda 64 var. Hardware uyğunlarından qurğuların bir-bir detallı baxmaq üçün istifadə edirik. Gəlsəm bunu yükləməyə görün buradan. Bunlar sonra özüm silməliyəm ona görə. Hər dəfə yükləmək istəmirəm. Ayda 64 var burada. Gözləyək indi. İngilis yazsam buradan. Genişliğe görün birbaşa ayda sazar yoksa açmalı da. Bunu bağlayıp pencereni. Öz açtı. Qap açılsın. Stres tool'larda var. Biz termopasla yat vurduqda, termopasla sonra stres tool'un işlənməsini məsləhət görürük ki, maksimal bunun Celsiyə qaldırsın ki, həm termopasla yayılsın orada, həm də şey üzərinə göstərsin. Neçə maksimal termopasla nə qədər qalır. Bunu yəni göstəreyim.
Deməli burada ümumi hardware qurğularının hər birini bir-bir göstərə bilirik. Displeydən buradan hər bir. Ondan sonra serverin, baxsan buradan operativ sistem, prosesorun daxilinə baxsan, bütün hər şeyləri burada göstərəcək. Servis hansı sistemi işlədib işləməli, kompüterin öz qurğularına gəlsən, summary. Buradan deməli əsas biz nəyə baxırıq normalda? Storage-a baxsam, uçal drive yox, configs ayda 64'te biz ana platanın versiyasına ayarına tezliyinə nə qədər dəstəkləyir, konkret versiyonuna buradan hər bir belə deyək də hardware qurğularının hər bir xırdalığına qədər biz buradan baxa bilərik. Buradan testdə var deməli. Bunu istifadə etməmişəm. Görək bu nədir ki? Stress tool yatdı. Bunda daxilində var yoxsa? Ha, bunun daxilində stress tool da var. Biz artıra bilirik. Testing edə bilirik. Yoxsa necə? Vəziyyətinə göstərir. Yəni ki, indi burada CPU 58-dir. GPU-da heç yükləmə yoxdur qədər. Çünki o qədər ekran kartlı bir iş görmürəm. Məsələn, biz bu ayda pəncərəsini bağlasam, buradan növbəti proqramlardan göstərməyə davam edeyim. Gəlin buradan slaytdan. Bu tool burada göstərmişəm. Bu nə üçündür? Windows'u diagnostik eləyir. Diagnostik elədikdən sonra nəyin problem olduğunu göstərir. Crystal Disk Mark var. Bu nə üçündür? Görün, bu məndə yüklü olsa qəşəng olar. Info güzel güzel. Crystal Disk Info. Info neydi ki? Crystal Disk var, onun üçün ki, diskin yazıb oxuma sürətinin nə qədər olduğunu biz baxa bilirik. Siz fleşka alırsa, nəsə alırsa, gəlib ondan diagnostikasına baxa bilərsiniz. Bunu yükləməmişəm. Bunu buradan yükləyim da. Bir dəqiqə gözləyin. Bunu da internetdə elə yazırsan buradan Crystal Disk var. Nasıl burada görüm yükləmə linkini qoymuşam yoxsa? Adını yazanda bunlar yükləmə linki ilə birinci pejdə açılır oradan. Onda problem yoxdur. Mesela müqaviləni təsdiqləyək. Gedək buradan. Bax buradan məndə hansı disk var? Misal deyirəm ki, əsas diskin oxub yazma sürətinə baxmaq istəyirəm. Al deyirəm, başlayır. 1 GB faylı bu yazıb oxuyacaq. Görürüz yazıb oxuma sürəti nə? Yazıb oxuma sürəti nə qədərdir ikimizin? Gözləyək baxaq. 1508 megabitdir sürət, megabaytdır sürəti. 1624 ya. İndi bunları yoxlayıb oxuyub yazma sürətlərinə bir dənə baxsam, biraz gözləyək görək nə qədər olacaq məndə. Bu altdakiler aşağı olma bilsə, bu ikinci dəfə içi ilə yoxlayır. Təbii faylların yerlərindən götürülməsi. Burada ümumi tam bir GB fayl kopyasının sürətinə baxır. Burada isə xırda fayllar olaraq qovluqlar içində ayırır. Onların sürətini kopyalanması daha aşağı o sürətdən olur. Çünki hər birin sektordan götürüb bu sektora atılması uzun prosesdir. Nəinki 1 GB bir şey 1 GB bura atanda. Elə bil ki 1 tonluq bir şey bura daşıyıb atmaq yaxşıdır. Yoxsa bir dənə 1 tonluq olan bir şey və xırda bir şeyləri yığıb təzədən aparıb bura atmaq daha uzun gəlir. Ona görə burada sürətlər bu qədər aşağı düşür. Yəni yazma sürətinə baxaq, görə diskimizin yazma sürətinə gəldi. Çoxdan da yoxlamamışam, ona görə deyirəm elə baxın. Yazma sürətinə baxacağım məsələdə. Benim yazma sürətim nə qədərdir? Bir yazma sürətim var. Aşağıda amma gedər stop eləyə dayanırıq. Ulan çıxar buradan. Crystal Disk Mark'ı bu səhifəni də dayandıraq Chrome'un. Ondan sonra davam edək. Görək burada nə qalmışdı. Denet Download Manager. Daha sürətli yükləməyi dəstəkləyir. Necə daha sürətli? Ən sürətli DNS seçir. Onun üzərindən yükləyir ki, daha sürətli olur. Bunun yükleme
Çünkü buradan driver var buradan. Hem yüklenen program dayandırdıqda pauzası daha yaxşı olur. Yəni oldu ki, dayandı, nə vaxt sonra qoyduqda olduğu yerdən davam edir. Heç problemsiz. O cəhətdən yaxşıdır. Yükləmək üçün də necə edirik? Buradan yükləmə linkindən faylı yükləyirik. Gəlirik buradan. Göstərsəm buradan. İnternet download manager. Linki atmışam buradan. Lisenziya almışam ya. Gəlirik buradan. Bunu exilib açırıq. İnterneti söndürürük. Yoldaşlar. Bunu buradan seçib açırıq. Okey. Yap belə edeyim. İnterneti söndürürüm. Məndə yüklüdür. Ona görə şey istəmirəm tezdən. Ondan sonra bura gəlirik. Bunun üstünə 2 dəfə vururuq. Bu açılır. Nəzərə alaq ki, o yüklədiyi açmır. Elə də qalır. Ondan sonra bunu hara atırıq? Bunu kopyalayırıq. Gəlib hara atırıq? Gəlib burada internet download managerin location'a gəlirik buradan. Location'da buradan. Bunu gəlib Ctrl V eləyib buraya yapışdırırıq. Buradan deməli buraya gəlirik. Buradan da səhvləmirəmsə buradan Open for location deyirik. Güzel. Ha burada bunu açandan sonra burada Ctrl V eləyib. Bu getməsə dayansa bunu necə edirik? Ctrl Shift S basıram. Ola bilər ki, arka planda internet download manager işləyirsə bizə problem verəcək. Bunu dayandırmaq lazımdır. İnternet download manager burada arkada işləyirsə bunu tapaq, söndürürük, ondan sonra Ctrl V-yə basırıq. Görüm, buradan bir bax, arkada ən sonlarda olur bəzən. İşləmir Ctrl Windows download manager, internet download manager. Heç nə, işləmirsəm indi məndə Windows V-yə baxına keçəcəkdir. Burada açıldı. Heç bir şeydən sonra faylı bura deyəcək ki, yazsam deyəcək dəyişdi. Bunu vurdu enterə basdıqdan sonra heç problem yoxsa heç yox. Gəlib necə yoxlaya bilərik? Buradan internet download menüzərə gəlirəm buradan. Close eləsəm. Buradan gəlsəm, bir itemə gəlsəm, buradan görürəm ki, lisenziya alınıb buradan. Bunu görürsünüz, artıq lisenziya alınıb sizdə. Bu da internet download menüzər idi. Ondan sonra slide üzərindən davam edər. Bizim torrentimizdə torrentdə hazır olan faylları oradan paylaşılıb. Onu mən yükləmək üçün torrentdən istifadə edirəm. Buradan hazır faylların linki var. Məsələn, nəyi var? AutoCAD 2025 var. Lisenziyalı üzündə olan gəlir. Onu necə işləyirsəm, buradan məndə var. Gəlsəm, onu faylı torrentə tanıdırsan, oradan yüklənir, torrentdən yükləmə başlayır. Yükləmə başlandıqdan sonra həmin fayl yükləndi. Gəlirəm buradan Intoide'yə, proqrama gəlirəm buradan. Buradan AutoCAD. Buradan bunun üstünə 2 dəfə vururam. Open-ə basıram. Buradan deməli bu 64 division var. Buradan setup exe yoxdur. Setup exe. Bunu vururam, hər bir seçimi yükləyirəm, yüklənir bir-bir. Hamısı yüklənir oradan. Yüklənir, bitir. Ondan sonra gəlirəm. Oradan lisenziya istədikdə açıldıqdan sonra gəlirəm buradan bura. Buradan bir dəfə bunun üstünə vururam, running eləyirəm, gözləyirəm. Error bir-iki dəfə verir, sonra axırda şey yazır, fırlan lisenziya alır. Onunla da bitir də, yəni bu lisenziya söhbəti. Bu cəhətdən yaxşı dəqiq. Ondan sonra buradan slaytdan davam etsəm, burada başqa nə var? Photoshop 2025 var. Bunu da eyni ilə buradan linkini paylaşmışam buradan torrentdə. Bütün fayllar bunun içindədir. Gəlib buradan yükləyib Photoshop'u da buradan şey eləyə bilərsiniz. Ümumi video bu idi yoldaşlar. Ümumi biraz danışdıq. Praktik videolarla göstərdim. Bunların hamısını bir-bir praktik edin ki, lazım şeyləri, index misal, bu partitionları, bunların hər birisini praktik edin ki, əlbəttə daha yaxlaşdır. Nəsə yoldaşlar, sizə də çox yanmayayım. Növbəti videoda görüşənə qədər Allah'a emanet olun.